Azərbaycanın lider futbol klubu Qarabağ, Portuqaliyanın 2-ci liqasında çıxış edən Braziliyalı hücumçu Andrei Clovislə transfer danışıqlarını yenidən bərpa edib. Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, bu dəfə görüşmələr futbolçunun təşəbbüsü ilə baş tutub. 27 yaşlı Clovis Qarabağa gəlmək üçün maliyyə şərtlərində güzəştə getməyə hazırdır və bu addımı ilə transferi reallaşdırmaq istəyir. Clovis'in karyerası və təcrübəsi Andrei Clovis Braziliya və Portuqaliya klublarında kifayət qədər təcrübə toplayıb. Karyerası boyunca Internacional, Portimonense, Leixões və Estoril kimi komandaların formasını geyib. Bu klublarda qazandığı təcrübə onun texniki bacarıqlarını və oyun görmə qabiliyyətini artırıb. Futbolçunun sürəti, driblingi və qol imkanları Qarabağın hücum xəttinə yeni nəfəs gətirə bilər. Hazırki müqaviləsi və transfer maniyələri Clovis'in hazırki klubu Akademiko Viseu ilə müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir. Buna görə də transfer üçün tələb olunan təzminat məbləği önəmli rol oynayır. İddiaya görə, Clovis bu məbləğin aşağı salınması üçün klub rəhbərliyinə təzyiq göstərir. Futbolçunun təşəbbüsü və güzəştə getməyə hazır olması Qarabağla razılığın yaxın zamanlarda reallaşa biləcəyini göstərir. Qarabağın perspektivi və məqsədləri Qarabağ son illərdə xarici futbolçuların transferinə xüsusi önəm verir. Klubun əsas məqsədi Avropa turnirlərində uğur qazanmaq və Azərbaycan Premyer Liqasının səviyyəsini yüksəltməkdir. Clovis'in gəlişi həm hücum xəttinə güc qatacaq, həm də klubun taktiki imkanlarını artıracaq. Mütəxəssislərin fikri, futbol ekspertləri hesab edirlər ki, Clovis'in Qarabağa qatılması komandaya həm fiziki, həm texniki üstünlük gətirəcək. Braziliyalı hücumçunun sürətli hücumları, dəqiq ötürmələri və qol imkanları komandanın Avropa turnirlərində rəqabət qabiliyyətini yüksəldə bilər. Sizcə Andrei Clovis Qarabağa gələcəkmi? Onun komandaya qatılması Azərbaycan futboluna necə təsir edəcək? Fikirlərinizi şərhlərdə paylaşın. Abunə çağırışı. Ən son xəbərlər və eksklüziv transfer xəbərləri üçün kanalımıza abunə olun və zəng işarəsini aktiv edin.